Hamıya salam. Bugünkü videomuzda Konstitusiya Məhkəməsinin Cinayət Prosessual Məcəlləsinin 293.1 və 297.0.4-cü maddələrinin bəzi müddəalarının şərh olunması ilə bağlı müzakirə aparacağıq. Bu Konstitusiya Məhkəməsinin plenumu 12 yanvar 2011-ci ildə Bakı şəhərində qəbul edilmişdir. Belə ki, Binəqədi rayon məhkəməsi Rüstəmov barəsində məhkəmədəki sadələşmiş icraat materiallarına məhkəmə baxışı zamanı baxarkən böyük ictimai təhlükə törətməyən aşkar cinayət və cinayət qanunu ilə nəzərdə tutulmuş əməl törətmiş şəxs müddəalarının tətbiqi zamanı qeyri-müəyyənlik aşkar etmişdir və bununla bağlı da Konstitusiya Məhkəməsinə müraciət ünvanlanmışdır. Rüstəmov barəsində məhkəmədəki sadələşmiş icraatın materialları Cinayət Məcəlləsinin 132-ci maddəsi, yəni döymə maddəsi ilə verilmişdir. 2011-ci ildə döymə cinayət hesab olunurdu, yəni şəxsi döymək, ona fiziki və zorakı hərəkətlər etməklə, onun döyülməsi ilə ifadə olunan hərəkətlər idi və hansı ki, bu hərəkətlərdə şəxsin sağlamlığına xəsarət yetirilmirdi. Lakin 2025-ci ildə, yəni indiki vaxtda 132-ci maddə olan döymə artıq İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsindəki, yəni o maddəyə çevrilib və hal-hazırda döymə cinayət hesab edilmir. Lakin 2011-ci ildə bu maddə cinayət idi və 132-ci maddə ilə biz məhkəmədəki sadələşdirilmiş icraat həyata keçirməklə əməl törədən şəxsi məhkəməyə təqdim olunurdu. Binəqədi rayon məhkəməsi işə baxarkən böyük ictimai təhlükə törətməyən aşkar cinayət anlayışını və cinayət qanunu ilə nəzərdə tutulmuş əməl törətmiş şəxs müddəalarında qeyri-müəyyənliyi ifadə edir və müraciətlə Konstitusiya Məhkəməsi böyük ictimai təhlükə törətməyən cinayətləri törədən şəxslərin prosessual statusunu müəyyən etməyi xahiş edir. Ümumiyyətlə, cinayətlər araşdırılarkən məhkəmədəki icraat zamanı təhqiqat və istintaq formasında araşdırılır. Təhqiqat istintaqa nisbətən daha sadə araşdırma hesab olunur. Təhqiqat, yəni məhkəmədəki sadələşmiş icraat dedikdə bu Fransa, Moldova, Qazaxıstan kimi ölkələrin də müvafiq qanunvericiliyində göstərilmişdir ki, məhkəmədək sadələşdirilmiş icraat həyata keçirilir və bu müddətin qısa olmağı, həmçinin şəxsə tətbiq olunan tədbirlərin daha sadə olmağı, istinaq hərəkətlərinin məhdud şəraitdə, məhdud müstəvidə həyata keçirilməklə tez bir zamanda şəxsin məhkəməyə verilməsi ilə müşahidə olunan icraat bu adını çəkdiyimiz ölkələrin praktikasında mövcuddur. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəmə sadələşdirilmiş icraatın əsas təyinatı cinayətin aşkar şəraitdə törədilməsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməl törədən şəxsin ilkin dəlillər əsasında bəlli olduğu hallarda həmin işlərin tez bir zamanda həyata keçirilməsindən ibarətdir. Yəni təhqiqat qısa zamanda cinayət törətmiş şəxsin aşkar olduğu halda və bu halların ilkin dəlillərlə qeyd olunduğu, yəni ilkin dəlillərlə aşkara çıxarılarsa, o zaman təhqiqat, yəni məhkəmədəki sadələşmiş icraat həyata keçirilə bilər. Ümumiyyətlə, təhqiqat 10 gün müddətinə həyata keçirilir, təhqiqatçı tərəfindən həyata keçirilir. Bu zaman kəsiyində cinayəti törədən şəxsə təqsirləndirilən şəxs statusu verilmir. 10 gün müddətində o əməl törətmiş şəxs hesab olunur. Bunun belə olmağında əsas mahiyyət ondan ibarətdir ki, cinayət törədilərkən bu aşkar şəkildə törədilib, zərərçəkmiş şəxs cinayətkarı tanıyır, onun cinayəti necə törətdiyi məlumdur və bu kimi hallar olduğu üçün istintaq şəklində aparılmasına ehtiyac qalmır və o zaman təhqiqat həyata keçirilir. Törədilmiş əməl barədə ilkin məlumatın məzmunundan asılı olaraq cinayətlər iki qrupa bölünür: aşkar cinayətlərə və qeyri-aşkar cinayətlərə. Aşkar cinayətlər dediyimiz kimi ilkin məlumatlarla təqsirləndirilən şəxs və onun əməli məlumdursa bu aşkar cinayətdir. Qeyri-aşkar cinayət isə ilkin məlumatlarda cinayətkar və onun əməli barəsində detallı, ətraflı məlumat yoxdursa, bu qeyri-aşkar cinayət hesab olunur. Ümumiyyətlə, təhqiqat formasında işə baxılması üçün Cinayət Prosessual Məcəlləsinin
14-cü maddəsinin 4-cü bəndində sadalanan cinayətlər aşkar şəkildə törədilərsə, yəni siz də slaytda görürsünüz ki, burada Cinayət Məcəlləsinin 127.1, 128-dən 131-ə qədər, 174, 175 və digər cinayətlər aşkar şəkildə törədilərsə, bu zaman təhqiqat həyata keçirilə bilər. Bu cinayətlərin aşkarlıq əlaməti olmadıqda isə aydın məsələdir ki, istintaq həyata keçirilməlidir. Çünki bizim təhqiqatda 10 gün vaxtımız var və biz 10 gün müddətində kifayət qədər sübutlar toplayıb həmin şəxsi, əməl törətmiş şəxsi məhkəməyə təqdim etməliyik. Əks halda bizə kifayət qədər vaxt lazımdır. Biz şübhəli şəxsi tapmalıyıq, ona ittiham elan etməliyik, onun əməlini sübuta yetirməliyik, onun barəsində ittiham edici dəlillər, mötəbər dəlillər tapmalıyıq və bu zaman da bizə 10 gündən çox müddət lazım olacaqdır. Bu baxımdan cinayət əməlinin törədilməsi, onun törədilmə vaxtı, yeri və üsulu, dəymiş zərər və ən əsası isə cinayət törətmiş şəxs ibtidai araşdırmadan əvvəl təqsirkar kimi zərərçəkmiş şəxsə məlum olması, müvafiq sübutlar məcbusu da olmaqla qanunverici tərəfindən aşkar cinayət kimi qəbul edilir. Yəni, bax bu əlamətlər olduqda biz həm cinayətkarı, yəni cinayət törətmiş şəxsi, həm də onun əməli barədə kifayət qədər məlumat əldə ediriksə, bu aşkar cinayət hesab olunur. Konstitusiya Məhkəməsinin gəldiyi nəticə hissəsindən əvvəl mən cinayət qanununa nəzərdə tutulmuş əməl törətən şəxs barəsində danışmaq istəyirəm qısaca. Burada şübhəli və ya təqsirləndirilən şəxs ifadəsindən daha çox əməl törətmiş şəxs ifadəsindən hesab olunur. Çünki bax bu əməl törədən şəxslə zərərçəkmiş şəxs, bax bu ikisi bir-birinə məlumdur və həmin cinayətkar şəxsin barəsində kifayət qədər məlumat təhqiqatçıda olacaq və ona görə də şəxsin ətrafında, şəxsin cinayət prosessual tədbirlərə məruz qalmasına o qədər də ehtiyac yoxdur. Onun həbs qəti imkan tədbirinə, tutulmaya və digər prosessual məcburi tədbirlərinə məruz qalmasına ehtiyac olmadığından bu zaman biz təhqiqat həyata keçirəcəyik. Və təhqiqat formasında aparılan işlərdə, yoldaşlar, bax bu gördüyünüz maddələrin çoxusu ictimai xüsusi ittiham növünə aiddir. Yəni, zərərçəkmiş şəxsin şikayəti ilə təhqiqat başlamalıdır. Şəxsin şikayəti olmadıqda biz cinayət təhqiqatına başlaya bilmirik və yalnız şəxsin şikayət ərizəsi ilə biz bax bu maddələrlə təhqiqat aça bilirik. Yəni məhkəmədəki sadəcə icraat aça bilir və şəxsin barəsində təhqiqat həyata keçiriləcək. Ona görə də həmin şəxsə ittiham elan olunmadığı üçün onun statusu cinayət qanunu ilə nəzərdə tutulmuş əməl törətmiş şəxs adlanır və Konstitusiya Məhkəməsi də bu qənaətə gəlir. Onu bildirmək lazımdır ki, təhqiqatda ittiham elan edilmir, şəxsin təqsirlənən şəxsinə cəlb olunması yoxdur. Bunu əvəz edən yekun protokol mövzusu təhqiqatın nəticəvi sənədidir. Yekun protokolda ittihamedici sübutlar, şəxsin həqiqətən bu əməl törətməsi, onun təqsirliliyi ilə bağlı məlumatlar qeydə alınır və yekun protokol ittiham elan etməni, yəni təqsirləndirilən şəxsinə cəlb etməni əvəz edir. Və Konstitusiya Məhkəməsi hesab edir ki, Cinayət Prosessual Məcəlləsinin 293.1-ci maddəsinin böyük ictimai təhlükə törətməyən aşkar cinayət müddəası Cinayət Prosessual Məcəlləsinin 214.4-cü maddəsində göstərilən cinayətlərdən hər hansı birinin ilkin dəlillərin məzmunsu əsasında məhz konkret şəxs tərəfindən aşkar şəraitdə törədilməsi kimi başa düşülməlidir. Həmçinin CPM-in 297.0.4-cü maddəsinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməl törətmiş şəxs müddəası məhkəmədəki sadəcə icraat çərçivəsində yuxarıda göstərdiyimiz maddələrdən hər hansı birini törətmiş təqsirləndirilən şəxs nəzərdə tutulur. Yəni, əməl törətmiş şəxs təhqiqatda əməl törətmiş şəxs anlayışı, təqsirlənən şəxs anlayışı ilə üst-üstə düşür. Bu videomuzda biz təhqiqat haqqında qısaca danışdıq, onun müddəti, əməl törətmiş şəxs, aşkarlıq əlaməti və başqa məsələlər haqqında qısaca sizlərə izahlar verməyə çalışdıq. İnanırıq ki, faydalı oldu. Növbəti videolarda görüşənədək sağ olun.